İzalı test toplusu, isim mövzusu 11-ci hissə. 38-ci sual. Choose a line of countable nouns. Sayıla bilən isimləri seçin. Baxaq A bəndində. A bəndində furniture sözü var. Furniture mebel mənasını verir. Sayıla bilməyən isimdir. A bəndi olmaz. B bəndində news xəbər mənasında sayıla bilməyən isimdir. B bəndi də ola bilməz. C bəndində hen potato enemy, hen toyuq mənasında, potato kartof enemy düşmən mənasında sayıla bilən isimdir. C bəndi doğru cavabdır. D bəndi niyə olmaz? Advice sayıla bilməyən isimdir. Y bəndində work sayıla bilməyən isimdir iş mənasında. 39-cu sual. Choose a line of countable nouns. Sayıla bilən isimlərin sırasını seçin. Plant, sheep, shelf. Plant bitki mənasında, sheep qoyun, shelf rəf. Hər üçü sayıla bilən isimdir. Bir olacaq. Planet, ball, hair. Air hava mənasında sayıla bilməyən isimdir. 2 olmaz. Drain, carpet, soap. Soap, sop mənasında sayıla bilməyən isimdir. Bu da olmaz. Plum, boat, sand. Sand qum mənasında sayıla bilməyən isimdir. Bu bəndə olmaz. Companion, family, team. Family ailə, team komanda hər üçü sayıla bilən isimdir. 1 ilə 5 doğru cavabdır. C bəndi doğru cavabdır. 40-cı sual. Choose a line of uncountable nouns. Sayıla bilməyən isimləri seçin. Baxaq A bəndində grape var. Grape üzümdür, sayıla bilən isimdir. A bəndi olmaz. B bəndində salt, forest. Forest meşə, meşələr sayıla bilən isimdir. B bəndi də olmaz. C bəndində jam, sugar, tie. Tie burada qalstuk mənasında sayıla bilən isimdir. D bəndində ink, baby. Baby körpə mənasında sayıla bilən isimdir. D bəndi də səhvdir. Y bəndində bread çörəkdir. Advice məsləhətdir. Progress inkişafdır. Y bəndi doğru cavabdır. Hər üçü sayıla bilməyən isimdir. 41-ci sual. Choose a line of uncountable nouns. Sayıla bilməyən isimləri seçin. Help, garbage, volunteer. Burada volunteer sözü könüllüdür. Bu sayıla bilən isimdir. B bəndə air, luggage, silver. Air havadır, luggage yükdür, silver gümüş mənasında. Hər üçü sayıla bilməyən isimdir. B bəndi doğru cavabdır. O biri bəndlər niyə olmaz? Burada envelope sayıla bilən isimdir zərf mənasında. Burada tree ağac sayıla bilən isimdir. Burada station stansiya sayıla bilən isimdir. Ona görə bu bənd olmaz. Doğru cavab B bəndidir.